30 yaşım var. 30 yaşım var. Bugüne kadar hayatında olub istədiyin, xoşuma gəldiyin xanımlar qoyaq bir qırağa. Amma ailə çox müqəddəsdir də. Bugünəcən özü sizin sahədə ailə qurmaq lap çətindir. Çünki kişilər məclisində olursunuz, bu dəyərlər olmalıdır. Yəni, hər şey deyir o Türklər demişkən 9-9'luq olmalıdır. Sənin düşüncənlə qohum ailə qurmaq yaxşıdır, yoxsa özgə adamla? Mən ümumiyyətlə bu haqda ictimai, yəni şəxsi məsələ danışmaq xoşlanmıram. Yox, mənə maraqlıdır ki... Canlıda da, məsələn, TikTokda da suallar verirlər, belə də müstə sual verirlər ki, artıq vaxtı, niyə bilmirsən? O mən idim sənə yazan gizli profilini. Laf yaxşı. Mən ümumiyyətlə, məndə səbəb, yəni hal-hazırda, yəni üzr istəyirəm bizə izləyən izləyicilərdən, yəni məndə səbəb sadəcə inamsızlıqdır, inanmıram. Çünki yəni mən elə bilirəm ki, yəni nəyəsə görədir də, yəni mən elə düşünürəm. Ona görə də psixoloji olaraq məndə... Adıva sanıva görə düşünürsən. Bəli, tək şimdi mənə birinci növbədə atamdan, nələrsə görə, yəni inam yoxdur da sadəcə. Yəni o, həmən o deyir tamamlamalıdır söhbəti var. Yəni o şey yoxdur da, yəni. Yəni mən o gələn mesajlar, mənə mesaj yazırlar. Çox deyirəm ki, baxmıram mən. Deyirlər, baxmırsınız, bir neçə dəfə yazırlar. Deyirəm ki, yəni o salam necə səndən sonra gələn bir şey mənasızdır da məna üçün. Yəni fərqli bir şey yoxdur orada. Yəni nə olacaq? Yəni bir ciddi bir şey olarsa işlə bağlı nömrə qoymuşuq, sağ olsun.